Pasiyentin inamını və etimadını qazanmaq üçün bu sadə, amma təsirli yolları yoxla. Pasiyentin real hekayəsini danış. Əvvəl və sonra nəticələrini göstər. Unutma, insanlar real bərpa proseslərinə inanır. Sadə məsləhətlər, özünü qoruma yolları, evdə edilə bilən müalicə üsulları paylaş. Biliklərini paylaş. Mütəxəssisliyini göstər ki, pasiyent özü sənə inansın. Məsələn, bu üsul problemi olan pasiyentimə necə kömək etdi? Həm fayda göstər, həm də xidmətini tanıt. Səmimi ol, dinlə, empati qur. Pasiyent səni anlayışlı biri kimi gördükdə müalicəyə daha rahat başlayır. İlk konsultasiya, hədiyyə, pulsuz müayinə, limitli yerlər, kampaniya günləri və s. kimi təkliflər et. Pasiyenti motivasiya edən, amma təzyiq yaratmayan üsullardan istifadə et. Bütün bunlar üçün PRMed sənə ən doğru məsləhətləri verəcək. Unutma, güvən manipulyasiya ilə deyil, peşəkarlıqla qurulur.